Arada size fun surprise'larım olabilir. Aynı otağa salmayın bizi. Onunla Əhməd eyni otağa salıblar. Səhərdə heç nə yeməmişəm. Fərdardadır, yaxşı. Kötü davam eləyəcək. Bir də sağ salma buradan çıxsaq görüşərik. The people here is very nice. Buraları kamera arkası kimi qoyarsan. 3.37. Əlbəttə ki, bu hələ hissdir. Of you for participating. Səsim gəlir vəbşimə. Okay. Uy, ola bilməz. Özümü çox belə şəxsi, professional bir şeydə hiss elədim. 1 saat yuxu ilə bunları. Sağ olun uşaqlar. Biz bugün Qafqazkaya gedirik və bizim expectationlarımız yeməklər dadlı olsun, qəşəng olsun, yatacağımız yer rahat olsun və bilmirəm, əylənək də çoxlu əylənək, sessiyalar az olsun. So, hello guys. Mən Sara. OGVTL, yes. 2 Natko'da olduğum üçün biraz experience'ım çox oldu. Deyiblər ki, qəşəng olacaq. Gözləyirik. Mən yeməyə və istirahətə gedirəm. Arada sizə fun surprise'larım olabilir. Görəcəyik, amma ümidliyəm. 2 gün olduğu üçün də biraz sevinirəm. Çünki 4 gün biraz çətin olur. Məsələn, mən axırıncı Natko'da botlarımı cırdım gəldi. Biraz yıxılmışdı amma neysə. Amma bu dəfə yaxşı olacaq. İnanıram. Öpürəm. Lokodan güzəntlərim odur ki, yəni yaxşı olsun, vəsiyo. Seçin az olsun. Yeməklər yaxşı olsun, o hamı deyil. Amma yemək yaxşı olması da var, orada yemək yedirəm. Sonra nə qaldı? Qalmağa yer yaxşı olsun. Bir də elə olsun ki, 2 gün yox, 4 gün kimi istəyək. Arxada çəkilə bilərsiniz, mən burada vlog çəkirəm. Deməli, indi Qafqazkaya gedirik, acıq. Bilmirəm, oradan neçədə gedib çatarıq, nəysə. Aylanda vloguna ilk dəfədə qonaq olurum, çox heyecanlıyam. Buradan da öpürəm onu. Bay bay. Salam. Vlogumuza xoş gəldiniz. Deməli, beklentilərimizi sayaq. Mənim neqativ düşüncələrim yoxdur. İnanıram ki, çox maraqlı, çox qəşəng keçəcək. Məncə qəşəng oyunlar olacaq, qəşəng yeməklər olacaq, maraqlı keçəcək. Beklentilərimiz olacaq inşallah. Mən də beklentilərim çox gözəldir, çox yaxşıdır, çox əylənəcəyimizi düşünürəm. Nurayla. Mən Natkoya da gələ bilməmişdim, amma bundan gözləntilərim dəhşət böyükdür. Mən də çox əylənəcəm. Ay, təşəkkürlər. Çəkin başlayırsınız. Deməli nə gözləntilərim var? Birincisi. Xahiş edirəm bir otağa 5 nəfər salmayın. Ondan sonra Əhmədlə mənə eyni yorğan verməyin. Hələ ki bunlar olsa bəsimdir. Əhməd, sən bəlkə nəsə demək istəyirsən? Danışdım oğlum. Mənlə Kaan eyni otağa salın. İkimiz eyni yorğan verin. Eyni otağa salmayın bizi. Bəli, Kaanla Əhməd eyni otağa salıblar. Xahiş edirəm bir eyni otağa salmayın. Burada. Mənim də gözləntilərim odur ki, əsasən sessiyanı ən kimi diqqətlə qulaq assınlar və daha sonra əylənsinlər. Yəni bu 2 gün ərzində ümid edirəm ki, çox yaxşı şeylər qazana bilərlər. Yəni bu qədər. Ümid edirəm ki, bəyənərsiniz. Sıra məndədir. Mən gözləntilərim nələrdir? Yeməklər yaxşı olsun ilk növbədə. Otaqlar da qəşəng olsun və rahat olsun. Keçən dəfəki otağımız biraz sərt idi. Amma otaq yoldaşlarım çox qəşəng idi. Ac qalmaq istəmirik və xahiş edirik ki, çaylar qəşəng olsun. Plastik stəkanlar olmasın, daha qəşəng stəkanlar olsun. Başqa bir də sessiya çox uzun olmasın və maraqlı olsun. Çox sağ olun. Çoxlu əyləncə istəyirəm. Sessiyanın az və maraqlı olmasını istəyirəm. Səhərdə heç nə yeməmişəm. Fərdardadır, yaxşı. Hə, onları istəyirəm. Yəni bu qədər. Baxın qoyunda uşaqlar. Ay, Tô chegando, vamos ver no que vai dar. A pista fervendo, querendo provocar. Hoje eu vou fazer
Hər kəsə bu lokada çoxlu əyləncə arzulayıram. Məncə bu çox qəşəng bir başlanğıcdır. İnşallah daha çox lokalara gedək. Bəli, mənim rahatçılıq səviyyəm, yəni mənim kimi olsun sizdə. Çünki hər şeydə özünüz üçün bir plus qazanmalısınız, tapmalısınız. Belə. Öpürəm uşaqlar. Bir də sağ-salamat buradan çıxsaq görüşərik. Amin. İnşallah qusmar heç kəs. İnşallah sonra 10 gün yemək yeyə biləcəm. Mən çaya qardaş. Parmağım düşdü sən buradan da. Burada bir şey var. Elimi koyamıram buna. İnşallah 10 gün sonra yenə yemək yeyə biləcəm. Funksiyalarım işləyəcək. Yəni belə. Məncə Ayla çox qəşəng şey eləyəcək, edit eləyəcək. Gözləyirəm vloqu. Çox sağ olun. Çox sağ olun. Mən etiketləyərsən. İki blogeri var, blogger. Nəysə ondan da bundan da bizdə var. Çox sağ olun. Son gözləntilərim çox maraqlı, çox fun keçəcəkdi. Sonra bütün sessiyalarımız çox maraqlıdır. Biz də deyirəm hazırlayanlardan təşkilat timindən biri olaraq deyə bilərəm ki, minimum sessiya, amma çox maraqlıdırlar və kafe breaklərimiz, menyularımız falan çox dadlıdır. Yer, məkan olaraq vəbşəm qəşəngdir. Ona görə gözləntilərim çox fan olmağıdır, çox qəşəng olmağıdır. Hamıya da bol uğurlar, əyləncələr arzulayıram və axırda bir dənə best delegate seçiləcək. İnşallah sən seçilərsən. Ya da kim haqq edir o seçilsin. Burayı soruyor. Sizin otağa gelsək olar. Nə qəşəngdir. Əslində bil ki, Korean dorm style kimidir, hə? Hə. Staff dedim. Bana kabul ediyorsunuz. Güzel. Ha, yaxşı. Bir nəfər deyilmiş. Kamran zaten sen taşlanan bir adamsın. Kamranın otağıdır. Kamran tek kalır. Biz 5 nəfər bir yerdə. Aynen böyle ne de? Ben konuşuyorum. Su istifadə edib, Allah götür aparım. Size yok sen kanadiye. Antrikot, rület, marina, bastırma, çıkıyor, protein, fiş, mesela bir var. O evə ki yorğun gəlirsən, orada da 1500 dənə ayaqqabı durur. Bilirsən ki, içəridə 1000 dənə qonaq var, 1000 dənə qonaq var, yemək istəmirsən. Düzdür şey. Okey. Kendi zaten bu adam göz tabii. Lokadan gözləntilərim deyim. Sizin əylənməyinizdə əsas. Bura gələndə 1 saat yatmışıq. Mən ümid edirəm ki, qəşəng olacaq. Babat əylənəsiz. Videonu da gözləyirəm. Uşaqlar like atın. Bu əziyyət çəkir də bu qız. Dəstək alaq da bunu. Salam. Necəsiz? Hər hansı suallar olacaq, yoxsa improvizasiya? Bugünkü Bu not gossip olur. Yaxşı. Yox, məncə həqiqətən lokal Qafqazda olmağı çox məncə bir xüsusi bir məqamdır. Ona görə ümid edirəm ki, hamımız mümkün qədər enjoy edəcək. Əsas odur ki, memories qalsın uşaqlar. Başqa hamısı maraqlı deyil. Okey, onda sənə ekstra sual verir. Buyur. O olaraq notqada nə edəcəksən ekstra səncə? Əlbəttə ki, bu hələ ki sirdir. Yəni o mənada yox ki, mən elə fikirləşməmişəm. Əlbəttə ki, fikirləşmişəm. Burası sirdir. Və mən əlbəttə hamı onu deyək ki, fərqli eləmək istəyir. Amma mən tam olaraq fikrim var, biraz formatı dəyişim. O da görə razılıq verəcəklər yoxsa yox. Hovuzda. Maybe, kim bilir? Bugün room tour edirik. Bəli, otağımızı gəzdirəcəyik sizinlə. Məryəmdən şey elədik, inspire olduq. Bəli, ilk növbədə 3 nömrəlidir otağımız. Və 3 nəfərik. Və 3 nəfərik, bəli, manifest. İlk növbədə başlayırıq kravatımız, 3 nəfər qalacağıq. Nuray, mən və Aylan. Ayla ortada balaca olduğuna görə biz ikimiz də qıraqda Aylandan. Okey. Yaxşı. Deməli, Zarafat edirdim, mənim üçün fərqi yoxdur. Yəni, zarafat edirdim, yerin fərqi yoxdur mənim üçün. okey, amma mən çox təpiyyən insanam, ona görə yəni Məni təbrik edirəm.
eləyəcəyik. Okay, orada şkafımız var. Bir o tərəfdə, bir bu tərəfdə və dəsmallarımız var. Bəli. Sonra əlavə olaraq tualetimiz var. Bəli, tualetimiz. Tualetlərdən biridir. Yəni düşünün ki, 5 otaqdan ikisində var. O da biz. Tualetimiz özel olaraq tasarlanıbdı bizim. Bəli. İşləmələrin hamısı orada qızıl işləmələrdir bu arada. Ona nəzərə çəkin. Hamısı 60 manatın içində idi. Sonra kantine. Kantine. Of course. Yani. Sonra burada bir dənə düzgümüz var. Makyaj çantası. Salam. Belə bir Okay. Sonra şkafımız var. Burada da bir dənə aynamız var. Yine. çox minimalist və şey olur. Bəli. Təzə tikili və bunun təzə isi gəlir, hə? Qəşəng. Mən mebel isinə çox xoşum gəlir. Sonra 2 ədəd dəsmalımız var. Kim kimsə istifadə edər. Bəli. Mən hamı çimib gəlib düzdür. Nə? Adaptör yerləri var. Adaptör. Sonra ikisi bu kadar. Bu kadar bitti. Otaq turumuz bitdi. Növbəti videolarda görüşmək üzrə. Növbəti intervyularda. Sağ olun. Okay, look at that. Expectation. Expectation. Ya da necə keçəcəyini düşünürsən gecə olacaq. Çox maraqlı bir şey olacaq. Birazdan anons edəcəm hamımıza. Gözləyirəm ki, hamımız aktiv iştirak edəsiniz. Çünki həqiqətən çox əmək sərf olunub. Əlimi bax bir dənə. Əlimi. Yəni bir saat yuxu ilə bunları həll eləməyə çalışmışıq. Ümid edirəm hamımız aktiv iştirak edərsiniz. Belə. Bayaqdan acıq və birazdan session olacaq, qısa sessionmuş. Ondan sonra yemək yeyəcəyik. İnşallah maraqlı olar. İnşallah yeməklərimiz ləzzətli olar. Hamının gözləntisi yeməkdədir ki, yemək ləzzətli olsun. Mərgimə yaxşı olacaq deyirlər. İnşallah. Özüme bakalım. Turn to me. What's this? Oh. Can I see myself here? Burada sessionları falan nəsə edirlər. Wow, qəşəng. Main difference between Oslo'da and other LCs. The people here is very nice. Personally I hate bread in Singapore but the bread here was so nice and I really love all the food here, the culture, the weather here is very nice also. Yeah, in general I think this is a very nice place. Yeah. Yemək mən gözləntilərimi qarşıladı, çox yaxşı idi. Qəşəng idi. Yəni mən bəyəndim. Özü də kimsə demişdi ki, deyəsən duo olacaq. Mən də dedim abardında, yəni duo olmaz, amma yəni deyəsən Nuray demişdi ki, duo ola bilər, amma mən demişdim, oy ola bilməz. Onlar da bilmirəm nəsə də amma heç oldu, qəşəng idi. Kimsə deyib, ola bilərdi. Yox, mən kebab demişəm. Hə, okey. Mən kebab demişəm. idi abartdı da. Kebaba bax sən hayla. Amma dadı çox qəşəng idi. Mən də bəyəndim. Yes. Ben de beğendim. Özde lezzet şeydi. Keşke starçın salatta vardı. Biz içimizde kaldı. Starçın salatın iyisi gelirdi. Biz rol kol oynuyordu. Birden vurdu böyle iyisi değil. Starçın salat var. So gidirik yenə session'a. Oydu bir. Bence imamə daha qəşəng imamətdir. Altında yazılır. Götürdük. Adam bir sağ. Kopya var orada. Bəli, var. Məncə oradan görməyə bilərsən. Çünkü buradan oturacağım. How to say that? Not providing ticket for payment. At the same time, not providing actually there is no any
for example, in this project. Sara, Sara, все. Ben yemeği götürüblər. Saraya bir daha minus. Sana götürdü. Ha, ay bu. İşləmir, mən keçmirəm. Kızlar, sizə bir dənə qonaq gəlir. Ay dostlar, mən keçmirəm. Batıqla düşdü. Mən istəsəz eləyərəm. Mən də buradadır uşaqlar. Prosta özümə yolda uşaq. Mənimki infarkt keçirdi biraz. Mənimki buradadır. Bir Uşaqlar, deməli buramızda, burada. Burada götürməsin. Burada yazılar olur, adlarımız yazılıbdır və onu kim götürsə, daha doğrusu kimin içsə və sonra fantom olur, fantomə versələr, onu cəza alacaqlar. Ona görə də hamı bir-birini bəncini götürmək istəyir ki, cəza alsın. Bağla gəlir onu. Time olsun. Yalana neydi? İlana. İnanın daşa dönsün. Sağ olun. Sən nə yapdın? Məsələn, kəşf verirsən. Günlük bir nəfərdən 20 dəfə soruşuruq ki, bəcin hanı? Çünki olsaydı biz götürəcəyik. Sonra bu qabları baş edin. Okey, abi sen buraya geleceğim. Gedin salata hazırlayın. Orada da yine bir əlaqəsizliyimiz oldu. Birbirimiz nəsə bildirəşdik. Salat çox belə popdu yeməkdən sonra gəldi də. Yox, məncə yeməkdən əvvəl gəldi məndə. Sizcə neçənci olmuşam? 4 oldu. Ya 2 ya 3. Bence 2. 2 ama. 2. Sizcə neçənci olmuşam? Bayaq 5 bal verdin deyirdi. Amma indi bir götürdü. Artıq 3'ə düşdü. 3-cü yer. Məncə də 3-cü. Mən də 3 deyirəm. Burada gəlmişsiniz. Mən 3 verirsin. Bizə neçənci yer? Özümüz neçə? Siz neçənci yer tutmusunuz məsələn? Biz qazanmışıq. Mən bilmirəm, amma I hope gonna win the best. 400-ə verdik daha. Nəsə neçənci yer düşünürsünüz? Neçə? Qalibi. Ərdən abi. Məncə 3-cü yer tutmuşuq. Salam. Artıq bu birinci günün sonuna gəldik və sizcə necə keçdim? Belə göstəreyim. Görək necə düşürüz, baxarıq. Necə keçdi? Yorucu. Saat neçədir? Saata göstər. 3. 3:37. Uydu 4. Və bəli, biz bu saatdan sonra yatacağıq və saat 8:30-da session. Yemək, səhər yeməyidir saat 10-a qədər. Biz də saat 9:45-də oyanacağıq ki, onda səhər yeməyi sataq. Sabahınız xeyir. Yeni gündən salamlar. Hamı hazırlaşırsın. Saat 10-da səhər yeməyi başlamalıydı və biz saat 9:45-də oyandıq. Biz də saat 9:45-də oyanacağıq ki, onda səhər yeməyi sataq. Səhərə qədər bu din kim çalıb. Amma hamısı söndürüb yatmışam. Ne? Okay, hamısı söndürüb yatmışam. Ona görə də saat 9:45-də və öyrəndik ki, hamı yatıbdı. Ona görə indi gedir səhər yeməyi. Çay hazır deyil əsasında. Hə, heç çay hazır deyilmiş. Dursaydıq belə işə yaramayacaq. Gözlü saati göstərin, telefonu verin. Saat 9:58. The data erase itself, and we need to just talk with our MSVP to renew the data. Salam. Yenə xəbər vermişəm. Son həftədir. Nə boyda düşdük? İplər də cavab yazmır. Həsəb olur mən. YouTube'a düşəcək. Çox xoşbəxt çay içdik. Yəni şirniyyatımız da var, dan şirniyyatı var. Çox dadlıdır bu arada. Yəni gözləmirdim ki, belə dadlı olsun, amma çox dadlıdır. Yəni şirniyyat eksperti olaraq onayladım bunu. I want to thank each and every of you for participating.
Also, you can touch the people who touch this. You can buna toxunsan sana bilərsən. Bluetooth connection eləyir. Hamımız bir yerdə. Tam bir yerdə. Amma 2 gündə hiss elədiniz bütün enerji ilə. O yüzden çok yavaş. One, two, three. Necə kəsin ondan danışıram. Birincisi, ümumiyyətlə ilk səsləndən bilirdim ki, bunların həyatına girəcəm. Bu iki nəfərin və Zeynəbin. Bir ay yarımdır ki, bu uşaqların həyatına girmişəm. Yəni, əməlli başda girmişəm. Gecələri yoxdur uşaqların. Amma məncə dəydi. Yəni, 2 gündür bu evdə qalırıq. Yəni, gözümüzə yoxu girmiş həqiqətən. Amma ki, deyərdim ki, dibinə kimi hak eləyən bir konferans idi. Bilmirəm, delegatlar üçün necədir, amma hazırlıq səhətin həqiqətən idi. Və timə də bol-bol təşəkkür edirəm. Deməli, əslində ilk dəfə olmasına baxmayaraq mən çox belə əyləndim. Biz yorulduq, amma çox belə şirin yorğunluq idi. Uşaqların o səslərini, gülüş səslərini eşidəndə mən də sevindim. Ümid edirəm ki, bu davam eləyər, legasi davam eləyər. Bundan sonraki çoxlu belə lokal olarlar. Biz də gələrik, fasi olarıq, şeir bəlkənə vaxtı olarıq. Olsun, öpürəm hamınızı. Okay. Özümü çox belə şəxsi, professional bir şeydə hiss elədim. Məncə mənim hisslərimə görə çox zor keçdi. Hətta biz bayaq İbi ilə düşünürdük ki, bəlkə bir gündə qalaq. Sürpriz bir deyil. O dərəcə, yəni bizim üçün çox gözəl keçdi. Və gələcək törümlərdə də belə bir inisiativin davam olmasını çox istəyərəm ki, buradan gələcək successor'ıma səslənirəm ki, bunu davam eləsin. Thank you very much. Salam. Mənim üçün çox emotional idi. Hamınızı çox sevirəm. Bir gün bu videoya baxanda nə siz Qafqazda member olmayacaqsınız, nə də mən nasib olmayacağam. Amma şu an burada olmaq çox prouddur həqiqətən. Hamınızı sevirəm. Salam. Məncə local conference mənim üçün eləcə də membership üçün Vesco-nu ikinci dəfə ən çox Vesco-dan təsirlənmişik çünki çoxumuz və bu ikinci dəfə yada salmaq kimi oldu və yenə yayın natkosu gəlir qabaqdan və yenə eyni membershipdən olacağıq və düşünürəm ki, daha da yaxşısı olacaq və darıxdığım natkonun sanki belə balaca bir interpretationu kimi idi və ona görə siz yenə hamınızı orada görmək istəyirəm. Deməli, mənim fikirlərim bundan ibarətdir ki, həqiqətən də yeməklər çox yaxşı oldu. Biraz yerdə yorğan problemi olmuşdu, amma okey, qəşəng idi. Birazdan başqa memberlərin fikirlərini dinləyəcəksiniz. Deməli, Qafqazka çox əla keçdi, dedik, güldük, əyləndik, istirahət elədik, ara bir sessiona girdik. Yəni çox əla idi, səmimi ortam. Gələn dəfə hamının gəlməyini yüksək səviyyədə şiddətlə tövsiyə edirəm. Məncə çox zor idi. Bir də olsun, hər ay olsun, gələrəm. Belə. Okay. I really have no idea what to say. Səsim gəlir vəbşimə. Okay. This conference was very so emotional and I'm really happy that I participated. Camera. Buraları kamera arkası kimi qoyarsan. Emotional dedi, həqiqətən emotiondur. Yəni emotional olduğunu məncə ən çox mən yaşadım çünki yenə hər yerdə olduğu kimi burada da sulu gözlüyüm tutdu. Kamran ağlayır, mən də ağlayıram. Kamran ağlayır, mən ağlayıram. Yəni çox qəşəng keçdi. Xatirələrlə dolu keçdi. Yəni Kafkas is home and Kafkasko is the place. I don't know. That's why. Local community zor idi. Əslində bu qədər mükəmməl gözləmirdim. Hətta biraz motivasiyam aşağı idi. Gəlmə səbəbim yəni sadəcə Qafqaza aid bir şeydi və mütləq iştirak etməliyəm idi. Amma indi baxıram ki, yəni yaxşı ki gəlmişəm. Həm yəni Qafqaz zaten çox dəyərli idi, həm də bayağı dincəldim. Çox yorulmuşdum, yəni
qıraqdan görməyiblər, amma cidden istəyinsə o qədər yorulmuşdum ki, bu 2 gün hər şeyi unuttum. Bütün dərslərimi, bütün problemlərimi unuttum və ancaq dincəldim. Cidden təşkil edən hər kəsə çox təşəkkürlər. İyi ki varsınız. Onsuz sizi çox sevirdim. İndi daha çox sevirəm. Love you. Çox sağ olun videonu izlədiyiniz üçün. Sağ olun.